Çox vaxtı biz biri bilmədən ayağımızı tapdıyır, biz ondan ömrü boyu düşmən oluruq. Elə olmaz. İnsan Allah bağışlamağı bağışlayır da bütün günahlarımızı. Amma biz xırda bir işə görə heç kimi bağışlamırıq. Yox, sən onu bağışlamalısan. Sən onu bağışlasan, özün təmiz olsan, vallahi heç xəstələnməyəcəksən. Biləsiniz. İnsan elə-belə xəstələnmir, o hansısa bir səbəbdən xəstələnir. Bəli, əvvəl beynini pozdur, ona görə deyir, Allah adama pislik eləyəndə əvvəl onun ağlını alır. Yəni o ağlı olsa o adamı bağışlayar. Bağışlamır, bir özü də bir günah eləyir, gəlir üst-üstə düşür, gəlir çıxır bir xəstəlik meydana çıxır. Doktor, o qədər fəlsəfi, məntiqi, mənalı danışdınız ki, bu mərhələni. Bəs sonra həkimlər Allah tərəfindən göndərilmiş mələklər hesab olunur da belə çıxır, hə? Mən həmişə Allahımdan razıyam ki, həkim olmuşam. Mən həkim olmağı hələ orta məktəbdə oxuyanda qarşıma məqsəd qoymuşdum ki... Çox üzr istəyirəm. Bu Hipokrat andı bir şərti bir şeydir də. Amma bir həkim olmağı da daxilən qəbul etmək, ona and içmək ki, bəli, mən həqiqətən də həkim olacağam. Bu məktəb illəri bizi yəqin ki, elə başlayır. Yox, mən sizə bir şey deyim də. İnsan anadan necə doğulubsa, yəni o yaxşı adam kimi doğulubsa, elə yavaş-yavaş yaxşı adam da olacaq. Yox, əgər o, nətər deyim, şeytan cildində, şeytan ürəyində, insan cildində gəlibsə dünyaya, elə ömrü boyu da elə gedəcək. Kiməsə pislik eləyəcək, ondan ləzzət alacaq. Kiminsə ayağından dartıb yıxacaq, ondan ləzzət alacaq. Amma o insan ki, yenə deyirəm, mələk cildində gəlib, fərqi yoxdur, o həkim də ola bilər, müəllim də ola bilər. Yəni o ömrü boyu elə o yolla da gedir. Amma məsələn, həkimlik də gərək insanın şuurunda ola, beynində ola ki, məsələn, mən hələ orta məktəbin 5-ci, 6-cı sinifi idi, yadımdan çıxıb, biz imla yazdıq, sərbəst inşa yazdıq daha doğrusu. İnşada mən yazmışdım ki, mən gələcəkdə həkim olacağım. Yəni, mən hələ bu vaxtı bunu qarşıma məqsəd qoymuşdum və elə də davam olundu, mən doğrudan da həkim oldum. Yəni, insan gərək onun qarşısına məqsəd qoya da, atam göndərdi, anam məni instituta, daim məni instituta düzəltdi, elə deyil. Onlar həkim olmurlar. Bax, mən sizə bir şey deyim, orta məktəbdə oxuyanda görürsən ki, sinifdə iki dənə əlaçı var, 4-5 dənə yaxşı oxuyan var, bir qalanlar da bir 15 nəfər oxumur da, elə gedir, gəlir, yəni orta məktəbi qutarır. Həmən şeydə yəqin institut qutaranda gördünüz, institutda da eyni problemdir. Ona görə də bizim ümidimiz o institutun, qrupbada institutu qutaran o 3-4 nəfər yaxşıdan söhbət gedir. Bax, o yaxşı, gələcəkdə yaxşı həkim də olur, yaxşı insan da olur. Mən demirəm, o